Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama. Başlayırıq. Paşinyanın qələbəsi, dəyişən güc balansı və Rusiya amili regionda nələr olacaq? Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi. Parlament seçkilərinin ilkin nəticələrinin açıqlamasından sonra Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın sülhə, regional əməkdaşlığa və qonşu ölkələrlə münasibətlərinin normallaşdırılmasına sadiqliyini bir daha təsdiqləyən müraciətlə çıxış edib. Bu barədə Ermənistan mətbuatı yazıb. Paşinyanın sözlərinə görə Ermənistan hökumətinin Türkiyə və Azərbaycanla bağlı mövqeyi dəyişməz olaraq qalır. Ermənistan xalqı sülh, regional rifah və regional əməkdaşlığa tərəfdardır. Ümid edirəm ki, bu həm Türkiyə, həm də Azərbaycan tərəfindən müsbət qarşılanacaq. Baş nazirin sözlərinə görə Ermənistan üçün əsas prioritetlərdən biri Azərbaycanla sülh prosesinin institusional səviyyədə möhkəmləndirilməsidir. Azərbaycanla münasibətlərdən danışan Paşinyan xatırladıb ki, tərəflər artıq sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəliblər və indi onu imzalamağa keçməlidirlər. Azərbaycana gəldikdə bilirsiniz ki, bizim əvvəlcədən razılaşdırılmış sülh müqaviləmiz var. Biz onu imzalamalıyıq. Paşinyan Ermənistan-Türkiyə münasibətlərinə də toxunub. O qeyd edib ki, İrəvan normallaşma prosesində və iki ölkə arasında dövlət sərhədinin açılmasında daha da irəliləyiş gözləyir. Hökumət başçısı nəqliyyat sektorundakı son addımları da yüksək qiymətləndirib və Axalkaliki Qars dəmir yolu marşrutunun Ermənistan yükləri üçün açılması qərarına görə minnətdarlığını bildirib. Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsini institutlaşdırmaq niyyətindədir. Bunu baş nazir Nikol Paşinyan iyunun 8-də parlamentin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsinin iclasında korrupsiyanın qarşısının alınması üzrə komissiyanın 2025-ci il üzrə fəaliyyət hesabatının müzakirəsi zamanı açıqlayıb. Biz bu istiqamətdə işləyəcəyik, baş nazir bildirib. Paşinyan qeyd edib ki, TRIP-in ratifikasiya prosesinə yaxın gələcəkdə başlanmalıdır. Ermənistan dünyanın qovşağına çevrildiyi bir vaxtda bunun həqiqətən də vəziyyəti dəyişdirəcək bir layihə olduğunu qəbul etmək vacibdir. Paşinyan vurğulayıb. Seçkidə səs çoxluğu qazanan Paşinyanın partiyasının əsas qələbəsi hökuməti tək başına formalaşdıra biləcək mandat sayı əldə etməsidir. Həm daxili qüvvələrin, həm də onları dəstəkləyən xarici oyunçuların planlarında ən həlledici məqam da məhz budur. Hakimiyyəti dəyişməyin mümkün olmayacağını anlayan müxalifət Rusiya, Paşinyana hökuməti tək başına formalaşdırmağa imkan verməmək, seçkidən sonra siyasi təzyiq rıçaqlarını gücləndirmək istəyirdi. Fərqli nəticə Paşinyanın hökuməti tək başına qurmaq imkanı regionda və Ermənistan daxilində hadisələrin inkişaf istiqamətini müəyyənləşdirir. Hakimiyyət müxalifətə qarşı hüquqi resurslarını gücləndirəcək. Paşinyan artıq Köçəryan və Samvel Karapetyanın həbs ediləcəyinin anonsunu verib. Hər iki şəxslə bağlı məhkəmə prosesinin sürətlənəcəyi, seçicilərə rüşvətin verilməsi və saxtalaşdırma cəhdləri ilə bağlı ittihamların da irəli sürüləcəyi gözləniləndir. Seçkidə əsas məqamlardan biri Ermənistanda ana müxalifətin Köçəryandan Karapetyana keçməsidir. Bu hakimiyyətə qarşı əlavə təsir rıçağı olmasa da, sima dəyişikliyi hakimiyyətin cəmiyyətdə etibarını gücləndirmək və siyasi gələcək baxımından irəliyə doğru addım hesab oluna bilər. İndiyə qədər ana müxalifətin Köçəryan olması həm cəmiyyətdə Paşinyanın oponentlərinin etibarını zəiflədir, həm də hakimiyyətin antitəbliğat imkanlarını genişləndirirdi. Vizual dəyişiklik müxalifət cəbhəsi üçün müsbət nəticədir. Karapetyanın Rusiya ilə yanaşı Qərblə də əlaqələrə malik olması, erməni diasporu və kilsənin də dəstəyini alması onu Köçəryandan daha güclü mövqeyə çıxarır. Bu kontekstdə Rusiyanın seçkidə iki minimal nəticə əldə etdiyini düşünmək olar. Birinci, sima dəyişikliyi ilə dəstəklədiyi müxalifətə inamı və öz reputasiyasını müəyyən qədər də olsa bərpa edə bilər. İkinci, Karapetyanla Köçəryanın parlament ittifaqını formalaşdıra, mövqelərini gücləndirə bilər. Ötən parlamentdə Sərkisyanın Köçəryanla anlaşa bilməməsi qüvvələri parçalamışdı.
Bölgədə isə güc balansının Rusiyanın əleyhinə dəyişməsi sürətlənəcək. Lakin geosiyasi təsir baxımından Qərbin, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının rolu artsa da, regional müstəvidə Bakı və Ankaranın rolu daha həlledici görünür. Çünki regional oyunçular dəyişsə belə, coğrafi reallıqlar və Paşinyanın bu reallığa əsaslanan siyasəti fonunda Ermənistanın gələcəyi Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması Türkiyə ilə sərhədlərin açılmasından asılıdır. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, hadisələrin bu istiqamətdə inkişafı Ermənistana Rusiyanın güclü təzyiq yaradan iqtisadi təzyiqdən xilas olmaq perspektivini yaradır. Bu perspektivlərin möhkəmlənməsinə qədər zamana ehtiyacı olan Paşinyan hakimiyyəti Rusiya ilə qarşı durmadan çəkinəcək.